yolun kənarında balaca bir otaq gördüm. Təxminən bir 20 kvadratlıq bir yer düşünün. Və icarə sözü yazılmışdı orada. Yəni, ümumi cibimdəki məbləği də istədiyim təxminən bəlkə 300 manata yaxın və 250 manata yaxın belə bir məbləğ var cibimdə. Adım Cabir, soyadım Baxşıyev. Hal-hazırda Lənkəranda STEMEL Tədris Mərkəzinin təsisçisi və rəhbəriyəm. Və bununla yanaşı kompüter proqramları üzrə dərslər keçirəm. 2006-cı ildə orta məktəbi bitirdikdən sonra əsgəri proseslərimiz başladı və əsgəri il yarım bitirəndən sonra əsgəri dönəmində kiçik çavuş rütbəsi ilə başa vurdum. 2008-ci il aprel ayında əsgərlikdən gəldim və əsgərdən gələndən sonra əsl həyat macəralarımız ondan sonra başladı və düşünürəm ki, bugünkü gənclərə də ən böyük lazım olan an həmin hissəsidir. Çünki insan həyatında boşluq olan hissə həmin hissədir. Orada artıq gələcək üçün düşüncələr, hansı ki, özü üçün nə olacağı, necə olacağını seçmə mərhələləri başlayır onda. 2008-ci il aprel ayında əsgərdən gələndən sonra bir 10 gün adama birinci çox yaxşı baxırlar. Yəni, əsgərdən gəldiyimiz üçün. Bir 10 gündən sonra artıq sən standart bir insan olursan və iş axtarmağa başladım ondan sonra. Bunun əvvəlcədən deyim, mən üçün bu yaşıma qədər evdən pul alıb hərəkət eləməyim biraz ağır mərhələdir mən üçün və bunu biraz qəbul eləmədiyim bir mərhələdir. Çünki bu bəlkə bir çox insanların xoşuna gəlməyəcək bu dediyim, amma düşünürəm ki, hər insanda bu olmalıdır. Çünki insan öz-özünə təkan vermək üçün mütləq ki, hər hansı məcburiyyətlər olmalıdır. Birinci haradan başladıq? Əsgərdən gələndən sonra iş axtardıq. Bir axtarışdan sonra operator vəzifəsi təklif olundu. Açığı mən də elə ilk öncə video operator olduğunu başa düşdüm, amma sən demə yanacağı doldurma məntəqələrin birində operator istəyirdilər və mən həm vaxt iş axtarırdım, iş nə olursa olsun razı idim işə. Əsl ki, işə başlayayım. Özümə güvənim hansı sahədə olursa olsun tamdır ki, bilirdim orada əgər mən operator işləyərəmsə, ən yaxşı operatorlardan biri mən olaram. Yəni, o düşüncə məndə var idi əvvəldə. Və qısası 6 ay orada işlədim və psixologiyada belə bir şey var. İnsanın bir şey öyrəşmə müddəti 21 gündür. Amma mən orada təxminən 180 gün işlədim, amma o işlə razılaşa bilmədim. Çünki insan özünü bir yerlərdə görməlidir həyatda. İş işdir. Yəni, hansı ki, pul qazanmaq üçün çalışmaq, əziyyət çəkmək falan vacibdir. Amma ən vacibi özü həmin işdə görüb görməməyindir. Qısası 6 ay orada işləyəndən sonra işimi dəyişməyi düşündüm. Çünki daha yüksək yerlərə